Selamünaleyküm əziz izləyicilər. Ustad Səməd Oğunun aşağıdakı misraları kimə tanış deyil ki? Bir də görürsən ki, açılan solur, düşünən bir beyin bir torpaq olur. Düşünən beyin. Doğrudanmı düşüncə mərkəzimiz beyindir? Akademik Natalya Bextereva ömrünü beyin işinə həsr edib. O beyin işini möcüzə adlandırıb və deyibdir ki, bu möcüzə yaradansız mümkün deyildir. Yəni bu möcüzəni ateistlər kimi, materialistlər kimi təbiətin ayağına yazmıyor. Mütləq kamalı, mütləq gözəlin işi hesab edib. Elə elm insan Allah'a yaxınlaşdırmasa bu elm deyir ki. Amma çox təəssüf ki, hələ müasir akademik elmdə insana biyoloji maşın kimi baxır. Şuura isə biyoloji təkamül çərçivəsinə yanaşır. Yəni şuur materiyanın, beynin xassəsidir. Materializm cəryanı 19-cu əsrdən etibarən beyinlər iflic elədi, ruhlar iflic elədi daha doğrusu. Şuuru beynin xassəsi hesab edirdi. Bu müasir elmdə də hələlik aparıcı paradigma hesab olunur. İndi belə bir sual olunur. Xarici qıcıq informasiya beyində şuura necə çevrilir? Ateistlərə görə əgər beyin zədələnirsə şuur itir, deməli şuur elə beynin məhsuludur da. İndi biz də deyirik ki, televizorda tranzistor sıradan çıxanda ekranda görüntü pozulur. Biz onda deyə bilmərik ki, görüntünü yaradan elə bu cihaz imiş. Televizor görüntü yaratmır. Televizor görüntünü görünmə dağları görünənə çevirən bir cihazdır sadəcə olaraq. Dalğanın mənbəyi deyil. Dalğa kənardan gəlir. Eləcə də beynimiz əgər neyronlardan, yəni maddədən ibarətsə, hüceyrələrdən ibarətsə, bu hüceyrələrin kimyəvi, biyoloji hərəkəti, beyində başlayan bu proseslər qeyri-maddi, mücərrəd şuur necə yarada bilər? Qaraciyər öz ifraz edir. Maddə, maddəni ifraz edə bilər. Bu aydın məsələdir. Amma beyin özü maddədir. Şuur isə qeyri-maddidir. Mücərrəddir şuur. Şuuru görmək olar. Bu maddi, qeyri-maddi necə yarada bilər? İnsanda sevgi, mərhəmət, vicdan, xəyal, mənəvi dəyərlər, həya hissi. Bu necə yaranır beyində? Mədə insan öz mənini dərk edir. Bu mən hardandır? Mən sadəcə olaraq bu proseslərin nəticəsidir, maddi prosesləri. Biz başa düşürük ki, insan özü də dərk edir ki, beyindəki maddi proseslər öz mənliyimizi yarada bilməz. İnsan öz mənini dərk eləməyə çalışır. Bu materialistlərin, ateistlərin günah ucbatından azad iradə anlayışlardan qalxır, əslində qalsa. Çünki bu fikrə görə əgər hər şey beynin məhsulsa da, şuur beynin məhsulsa, deməli, elə beynimizdəki başlayan proseslər mənim əxlaqıma əmələ gətirir, mənim davranışıma əmələ gətirir, bütün prosesləri əmələ gətirir. Yaxşı, onda mənim əməllərim qarşısında nə məsuliyyətim olacaq? Heç bir məsuliyyət daşımıram onda. Onda qatil də öz cinayəti qarşısında heç bir məsuliyyət daşımır. Beyindəki proseslərin nəticəsində bu da bu işi eləyir. Onda sərbəst iradənin burada məsuliyyət yoxdur ki. Görünür kimi beyin maddəsinin dərk etdiyi sübuta yetirilməyir. Bizim qədim filosoflarda insana sadəcə mexaniki proseslərin nəticəsi kimi baxmışlar. İnsanı bədən və ruhun vəhdət kimi dərk ediblər bütün filosoflar, qədim filosoflar, eləcə də İslam filosofları. İbn Sina deyir ki, beyin ruhun əlində bir sadəcə alətdir, vasitədir. Ruhun əlində, insanın yəni əsas mahiyyəti, əbədi mahiyyətini, əbədi mahiyyətini ruhla bağlayırlar. İnsan, bəs bir filosofların dediyini də müasir elm də əslində təsdiq edir. Elm deyəndə bəzi elm nümayəndələri təsdiq edir hələlik, amma
Bu elmin paradigması bu ara sıra olan fikirləri çox heyif ki, kölgədə qoyub. Nobel mükafatı laureatı John Eccles, beyin fizyoloqudur, mütəxəssisdir. O nə deyir? Ya o deyir ki, insan beyni sadəcə bioloji kompüter və informasiya alan, paylayandır. Sadəcə bioloji kompüterdir beyin. Kompüter proqramla işləyir, əlbəttə. Beyin derəcə proqramla işləyir. Kompüterə proqramı insan verir, beyinə də proqram verilir, ruh tərəfindən, qəlb tərəfindən verilir. Yəni, Nobelçi alim təsdiq edir ki, beyində şüur yaranmır. O sadəcə olaraq kompüter rolunu oynayır. Qıraqdan proqram verən ruhdur. Yəni, idarə edici orqan, düşünən orqan, fəaliyyət göstərən orqan, komanda verən orqan, əsl orqan deyən bu ruhdur əslən qalsa. Ruhdur. Deməli, şuur beyindən asılı deyildir. Şuurun beyindən asılı olmamasını Hollandiya kardiologu Rim van Gommel də təcrübə ilə sübut eləyib. Ayrı məsələdir, koma vəziyyətində olan xəstələrdə beyin fəaliyyət dayanır, tam koma vəziyyətində. Amma komadan ayrılanda onlar ətrafda baş verən hadisələri görür və işlərini söyləyirlər. Sual olunur, əgər beyin fəaliyyətini dayandırmışsa, şüur necə ola bilərdi? Belə hallar çox olur. Koma vəziyyətindən çıxır. Həkimlər deyir ki, artıq dünyasını dəyişib. Beyin fəaliyyət dayanıb. Cihaz göstərir ki, beynin fəaliyyət tam dayanıb. Deməli, şüur dayanmalı idi. Amma insan komadan ayılır, yəni təzədən elə bir ki, ölüb dirilir. Təzədən ətrafından nə seyirləmişdir, nə görmüş, nə işmişdir, bizə söylüyor. Deməli, bu nəyi göstərir? Bu göstərir ki, insan bu şüur fəaliyyəti dayanmayıb. Baxma ki, beyin fəaliyyəti dayanıb. Şüurun fəaliyyəti ruhun hesabına baş verir. Ruh bədənlə müvəqqəti əlaqəni itirsə də onu kənardan seyr edir, görür, hər şey eşidir. Deməli, şüur əslində qalsa ruhun bir xassəsidir. Ruhu keyfiyyətli şüur, ruha məxsusdur. Ruh düşünür, ruh görür, ruh eşidir. Ağlın şüurun vasitəsilə görür də ruh. Düşüncə faktının beyinə yox, ruha, qəlbə məxsus olmasını Qurani Kərimdə təsdiq edir. Həzr surəsi 46-cı ayədə Yaradan buyurur ki, onların qəlbləri vardır, amma onun vasitəsilə düşünmürlər. Təfsirçilərimiz də deyirlər ki, burada qəlb dedikdə ruh nəzərdə tutulur. Digər bir hədis də bunu təsdiq edir. Qəlbin xəstəliyi ən ağır xəstəlikdir. Çünki bədənin əmr verən mərkəzi qəlbdir, yəni ruhdur. İmam Əli Əleyhisselam buyurur. Beləliklə, beynin fiziki kimyəvi xassələri ruhun əlində bir vasitədir. Ümumiyyətlə, bədən özü bütövlükdə ruhun əlində bir alətdir, vasitədir. Düşünən də, görən də, eşidən də, hiss edən də ruhdur. Necə ki, teleskopla baxanda görürük. Görən gözdür, teleskop burada vasitədir. Bir hədisdə burada desək yerinə ki, ruh bədənin həyatıdır, əql də ruhun həyatıdır. Bədənin fəaliyyəti ruha bağlısa da, ruh bədənin tərkində bədən öz varlığını dayandırır. Ruhun da həyatı əqlə bağlıdır. Ruhun da, yəni insan əqlini kamilləşdirsə, əql nuru payartsa, ruh da kamilləşir. Ona görə insan əqli qabiliyyətlərini inkişaf elətdirməlidir və ali həqiqət takisi ruhun qayğısına qalmalıyıq. Bu ruh amanatı, dostlar, Allah amanda.